Radyo teatrı. Ferman Kerimzade, Zınqırov. İştirak ediblər Mehmet Rıza Şeyxzamanov, Məhluqə Sadıxova, Sadıq Hüseynov, Əminə Yusif qızı, Şahmar Ələkbərov, Rasim Balayev, Kamal Xudaverdiyev, Bahadur Əliyev, Mayaq Kərimov. Ay Məhəmməd, maşallah qoç lap əmələ gəlib. Kəssəm bir qışın qoğurması çıxar. Ay maşərəf, qoğurma nədir? Qoç Rəşidindir. Bəsləyib böyütmüşəm ki, bugün sabah uşaqlar davadan qaydanda onların ayağının altında qurban kəsim. Sən bu corabı niyə belə canı dildən hörürsən? Oy, deyir o tərəflər yaman soyuq keçir. Toxuyuram uşaqlara göndərəm. Qabaqdan qış gəlir. Hara soyuqdur? Uşaqlar kimdir? Oğlum ya uşaqları tanımırsan? Bu, Rəşidi, Qaparın oğlunu, bizim Məmmədin qədəsini. Sən axı niyə belə pis niyyətsən? Qış nədir, corab nədir? Qışa kimi bizimkilər qayıdıb gələcəklər. Bu corab söhbətinin varağasını bir dəfəlik bük. Mən arxaynam. Dava tez qutaracaq. Məhəmməd əmi. Rəşiddə məktub var. Məhəmməd əmi. Ay xeyr, xəbər olasan səni. Muştuluğun mənim gözüm üstə. Gəl otur yanımda. Bax belə, yaxşı xəbər gətirmişsən. Atanla qovum olacaq. Oxu görək. Mənim gözüm yaxşı seçmir. Oxu qızım, oxu. Görüm, məni yadına salır mı Rəşid bala? Dədə, salam. Salamdan sonra biz tərəfin əhvalını xəbər almaq istəsöz, sağ və salamat varam. Sizin də sağ və salamat olmağınızı həmişə arzu edirəm. Dədə, bizi hələ Piridavoya aparmayıblar. Oxu. Yazdığı yəqin Nimeşləhər şəhərinin adıdır. Yazarsan ki, dədən deyil məktubu alan kimi geçsin Piridavoydinə doğra. Elə eləsin ki, ikinci məktubu oradan alım. Oxu görüm. Piridavoya qədər Staşına məni çağırıb aşpaz qoydu. Dedi ki, hələlik kartof soy. Niyə sən düz oxumursan axabala? Aşpaz nədir, kartof nədir? Vay, ay Məhəmməd. Yəqin orada uşaqların paltarlarını yumağa, xörəklərini büş-düş eləməyə arvad tayfası yoxdur da. Bəlkə durub gedəsən ora, maşərəf. Söz danışdı da. Arvad yoxdur deyə gərək Rəşid görsün arvad işini. Ay qız, düz oxu günə. Anamın canı üçün düz oxuyuram Məhəmməd dayı. Yəqin orada lazımdır, ora göndəriblər. Dəyirman şəhbin oğluna nə gəlib? Gəlir Rəşidi arvad işinə göndərələr. Ondan da məktub gəlmişdi. Atasına yazıb ki, mən Piridavoyduyam. Dənimizi Nemeslərin dəyirmanında üyütməsəm geri qaydan döyüləm. Naxırçı qızının ürəyi naxır çörəyinin yanında olar da. Bəs Həbib nə yazıbdır? O da yazırdı ki, dənimizin bərəkətini qaçırtma. Yaxşı yazıb. Sən Rəşidə bir məktub yaz. Yaz ki, qorxundan məktubu dədənə oxuya bilmədim. Eşitsə səni bir təhər eləyər. Yaz ki, sən necə oğlansan ki, başını bozbaş qazanının dalında gizlədirsən. Yaz ki, dədən deyir o faşistlərin şəhəri Piridavoydu nədir ha? Ora getməsə bir də əlinə qələm almasın. Eşitdin? Baş üstə.
Yazaram Məhəmməd dayı. Onun komandirinə də bir iki kəlmə yaz. Yaz ki, mən sənin yanına oğul göndərmişəm. Yaz ki, mən Zaloğlu Məhəmmədəm. Kəndi içində baş saxlamışam. Adımı bədnam eləmə. Rəşidi o mitbaq işindən qurtar. Yazaram. Elə indi dur get. Qələm kağızını götür, yaz. Gətir mən də parmağıma basım. Rəşidin də bu yazdığını qoy onun arasına. Göndər özünə. Bir də qələt qırıb belə şeylər yazıb qürrələnməsin. Dur get. Daha kimə məktub gəlib? Çox adama. Rəşidin məktubu barədə bir adama bir kəlmə. Oldu? Oldu. Mən burada gör nə eləyirəm. Bu da utanmaz. Hünərindən yazır. Pivecin biri piveç. Hirslənmə ay Məhəmməd. Müharibədə hamı qəhrəman olmur ki. Mənim oğlum olsun gərək. Ağac, gərək öz kökünün üstündə bitə. Mən burada bu dağlarda qolşamaqlarla vuruşanlar yemək yadıma düşmürdü. Hələ onda düşmənimiz 30-40 qotur adamıdır. Məhəmməd, axı niyə qocaldın? Axşamınız xeyir. Axşamın xeyir Müseyib müəllim. Xeyir içində Xoş olasan. Çox sağ olun. Hardan belə ay Müseyib müəllim? Rayondan gəlirəm. 3 uşaq da yola saldıq. Demək üçü də getdi, hə? Rəşid 1, Səmədoğlu 2, Həbbin gədəsi 3. Bəli. Qədir, Əbil, Səttar, Cəfər, Qəzənfər, Səfər 9. Üçü də bugün getdi. Ürəyimdə parxeynliğə çıxdı. Orada arxa-arkaya versələr, onlara heç bir düşmən dişi batmaz. Atalar yaxşı deyiblər ki, qəfil it soxulub bir dişdən götürər, sonra da doyunca kötək yiyir. Elədir. Ay Müseyib müəllim, Bəli. bu Nemesin fikri nədir? Hı? Hitler deyir ki, gərək dünyada bir ağı olsun. O da ibarət olsun Şaqqulu bəydən, yəni Hitlerdən. Hay, asta ye boğazında qalar. Geçsin öz adının dərdini çəksin. Yaxşı ad tapıblar. Biliblər ki, bu hamıya ağız atacaq, dörd yanını dalayacaq. Səhər Talib gəlib məni çağırıb deyir ki, bəs gövşənlərdən göz ol. Birdən Nemeslər desans salarlar. Bax, Müseyib müəllim, sən məndən savadlı olarsan, o desant dediyin nəlmə nədir? Müxtəsəri budur ki, gecələr gərək işıq yandırmayaq. Demək, qansız uşağı işıq söndürməyə gəlirlər. Ay, yolları görün belə işıq üzünə həsrət qalsınlar. Məhəmməd kişi, niyə öz işini görmürsən? Sənin əvəzinə də mən qarol çəkeyim. Nə olub axı? Tək buynuz inək niyə biçənəyə girib? Sol buynuzu sınıq inək, Sınıq. anlı qaşqa, Alnı qaşqa. böyrü ala. Böyrü ala. O inək bizim kəndin ərköyünüdür. Eşidirsiniz də? İnək də ərkönlü eləyərmiş. Eləyər Talib, eləyər. O tay buynuzlu inək Cümşüdün inəyidir. Əvvəl özü getdi, dalınca da oğlu. Sabah Cümşüd qaydanda nə deyək, hə? Deyək ki, sən gedib bu eli, obanı qorudun, amma biz sənin inəyini qoruyub saxlamağa qeyrətimiz çatmadı. Ürəyin yanırsa, tut bağla qıçına. Sən nə daş ürək adamsan Talib? Bir də onu biçənəklərdə görməyim. Yoxsa ki, kərəni kürə eləyəcəksən? Görürsünüz də. Ayaqlarımın ağrısı çıxdı. Mən gedim. Gecəniz xeyrə qalsın. Mən də gedim. Qarı, gecən xeyrə qalsın. Qarı sənin arvadın Cavahirdir. Olsun da. Məhəmməd kişi, bir ayaq saxla görüm. Saxladım. De görüm yenə nə var. Sədrlə qalanını da sən də gəlsin. O var ki, artel nizamnaməsini pozmusan. Bizimki bugün pozmaqdan gəlib. İnək pişənək pozub. Özüm nəyi pozmuşam? Ayonluq. Artel nizamnaməsini. Harda? Heyvan saxlamaqda. Qoçun artıqdır, gərək təhvil verəsən. Bəlkə bu dünyada mən artıqam, ancaq qoç artıq deyil. Elə onu da front üçün bəsləyirəm. Oğul deyirsən vermişəm. Lazım olsa özüm də gedərəm fronta.
Amma uşaqlar gedəndə sən qayıdıb gəldin. İndi də gözdən pərdə asmaq üçün öz yerinə qoyun quzu göndərirsən. Mənə belə deyirsən. Heydər, al su iç biraz, su iç. Ay Məhəmməd, sən bilirsən onluq kantuşdur. O Həsən gəldi nə deyib, o davadan üstündə ürək getmə qalıb. Nə deyirsən axı? Sənin belə yekə danışmağın olmasaydı, nə olardı görəsən? Belə də iş olar. Daha kənddə kişi qalmayıb. Mənim qoçum davaya getməlidir. Məhəmməd dayı. Axı mən müharibədə snayper olmuşam. Attığım yayınmayıb. Sən də mənə belə ad-yüzgü sözlər deyirsən. Qoç Rəşidin qurbanlığı deyidər. Və sən qıyıb niyə belə deyirsən? Mən ovucumu eləmişəm. Hardan biləydim? Sənin oğlun barıtın iyini təzə qoxulayır. Mən döşü dolu qayıtmışam. Maşərəf nənə, məni həmişə komandır çağırıb deyərdi ki, bəs filan blindajı gözdən qoyma. Mən də blindajı götürərdim Muşkaya. Anan ölsün ay Heydər, bilirəm, zülüm çəkibsən. Hə, götürdüm ki Muşkaya. Başa düşürsən də. Niyə başa düşmürəm ay oğul? Əmirkədən zaddan gəlməmişəm. Hə, Muşkanın da anası ölməsin. Ondan biri düşdüsə, qutardı da. Bir dəfəlik qanı getdi. Hə, bir gün gördüm ki, blindajdan bir general çıxır. Paltarı, papağı işıq verirdi. Elə bir zalim oğlu paltarı baftadan tikdirib. Düz alnını nişan aldım. Nalladım, ne nalladım. O gün uşaqlar kinoda görüblər ki, deyirlər, ah Heydər, bu sənin generalına oxşayır. Dedim, oxşayır. Gözündən də, paltarından da. İndi gəlib qalxozda kuryerlik eləyirəm. Məhəmməd əmi də elə bilir ki, mən nə dünya görmüşəm, nə də davaya girmişəm. Bəs də elə bir böyüyünəm, ağzına bir şillə vurmuşam. Böyük kimi haqqım var. Birini yox, laf ikisini vur. Amma başına dönün Məhəmməd əmi. Dilini alıb demək ki, Heydər əskərlikdə heç bir iş eləməyib. Düzdür ya, qolum qıçım yerindədir. Amma ürəyimlə başım mənim deyil. Həmişə onluq vuran Heydər, indi qırmı ilə bir dəstə sarçadan ikisini salır. Demərəm Rəşid canı, bir də dilimə gətirmərəm. Ne olub kızım? Niye ağlıyorsun? Dede. Cambala nedir? Derdini bir diye mən də bilim de ha? Dede. Kendimize de kara kağız geldi. Allah sen uzak ol. Kimden ay kızım? Allah dedene ölüm vereydi. Belə günləri görməyeydi. De görüm axı kimdən gəlir? Vay, vay. Düz deyirsən bala. Mən inanmıram kızım. Doğru deyirsən ha?
Yazık kişinin derdine bak. Bak Mehmet. Ver bura. Özüm aparım. Ver görüm. Yok. Ver bura demirəm. Ay dede. Muştuluktu benim aparırsan. Doğru değilsin. Bəs neyini? Dede. Mehmet emmi bu kağızdan haber tutsa bir gün yaşamaz. Ayıp səndən. Belə igidə də əl qaldırırlar. Əlin qurusun yağı. Belə də iş olar. Reşit. Sen deyirdin. Kaydacağım. Demiştin. Yolumu gözle. Ben de gözleyirem. Kızım. Senin ölümünü bu kentte dedemden başka hiç kim bilmeyecek. Kızım. Ben de oturup yolunu gözleyeceğim. Öz özüne ne danışırsan bala. Hiç. Hiç. Ay kızım. Dünyanın gerdişi belədir. Amma zalim fələk qoca ilə cavanda fərq qoymur. Mənlə Məhəmməd dayı dünyanı yorup yola salmışıq. Digəl biz yaşayırıq. Amma Rəşid, o ki dünənki uşaqdır. Gözünü açıp yaxşı ilə pisi görməmiş dünyadan getdi. Bu qara qızdırma da məni ləp əldən salıb ayvalı. Açık otur evde dede. Ben işleyirəm bəsdir. Ömrümün axırına kimi oturup oğul kimi sana qulluq eləyəcəyəm. Sağ ol kızım. Ama ben seninle yaşayası değilim ki. Dur git o bulaktan bir qəfədən su getir. Bir kəklik otu çay dəmlə. Düyünçədə tut kurusu olmalıdır. Çıxart. Dilim dodağım quruyub. Akşamın xeyradı güzel. Bu ne ocaktı belə? Ha Məhəmməd. Akşamın xeyir. Hə? Ocaq? Üşüyürdüm Məhəmməd. Yandırdım canım kızsın. Söndür. Niye ay Məhəmməd? Nemesin ayrı planı gelip bomba salar. Nemesin işi gücü qutarıb, elə qızdırmalı ad gözəl axtarır. Nemes hara, mən hara, əyri plan hara. Otur görüm. İndi çölün düzünde ocak yandırmak kazanmattıktı. Bilirsen ya yok. Deyirəm ey Məhəmməd, necə sonsuz oldu. Sonsuz niye olursan maşallah zabite böyüyüp su sonası kimi kız olup. Yox da, sizin yanınızda qürrələnə bilmirəm. Mənim də oğlum olsaydı, göndərərdim düşmanın qabağını saxlayardı. Qızdan bir kar aşmaz Məhəmməd. Elə demə. Ürəyimdən bir fikir keçir. Qorxuram deməyə. Xatirinə dəyər. Sən biraz qara barıt kimsən, tez partlayırsan. Ey rəhmətli oğlu, barıtlığım qalmayıb. Sözüm Məmməd Qulusunu de. Sözümün Məmməd Qulusu budur ki, zabitə Rəşidindir. Birdən ağlını azdırıb sözü başqasına verərsən. Səndən haqq salamı bir dəfəlik kəsərəm. Dinmirsən. Niyə sustun? Yoxsa razı deyilsən? Özün bilirsən ki, kənddə Rəşidə tay oğlan tapmaq çətindir. Toylarına da əhdim var. Ad gözəl, desəm inanmazsan. Zurnası nağı hələ saldı. Sən mənim canım, nağı durur. Durur başın içi.
Sorağını almışam. Deyir amma yaman düşüb. Düşər də. Bizim toy biz eləyəndə çallaşmışdı. Onun zurnada çaldığı gəlinə talandı havası indi hardadır? Hə, nə deyirsən? Kızı verirsən? Ya qismət. Sən niyə burnunun suyunu axıdırsan? Zurnaçı nağdan danışdın, ürəyim doldu. Gününü görüb, devranını sürüb, elə bizim uşaqların toyuna bizimlə bərabər çıxsa böyük işdir. Yaxşı, sən mənə bir möhkəm söz demədin. Bir qız nədir ki, ay Məhəmməd? Qurbandır Rəşidə. Bir əlini ver bura. Səhər-səhər uğruma yaxşı adam çıxıbmış. Ay Məhəmməd, bir qız nədir ki, sən mənim öz canıma gəlsən əsirgəmərəm. Sağ ol. İsti vurdu canım, yumuşaldı. Deyirəm elə biraz burada gözümün acısını alım. Durub gövşənləri gəzəcəm. Birdən o Nadiris, uşağı Nadiris aeroplandan desən atarlar. Od küləş zay olar. Sənsiz bir sevda eləmişəm. Bilmirəm ürəyindən deyə yox. Nə sevdadır, dədə? Məhəmməd əmin elçiliyə gəlib. Səni Rəşidə ad eləmək istəyirdi. Razısan. Bilirəm, dədə. Razısan qızım. Razıyam. Dədə. Razıyam. Adı güzel, hayat güzel. Qulağım səndədir, Məhəmməd. Rəşidi yuxuda gördüm. Dedi dava qurtaracaq. Yuxun çin olsun. Necə görübsən? Gördüm ki, Rəşid Hitleri qabağına qatıb mənim huzuruma gətirir. Mən də olmuşam tribunal. Hitler yaxasını çətin qutarar. Salamünaleyküm Əbgözəl dayı. Məhəmməd kişi. Bu tələni harda bastırım? Onluq, o nə tələdi? Olmaya sıçan tutursan. Ay kişi, görmürsüz yalquzaqlar kətdə necə çoğyan eləyirlər? Elə dünən qafarın yapsını dağıdıblar. 5-6 tələ almışam. İstəyirəm kəndin hər tərəfində bastırım. Yalquzaq pis niyyət heyvandır. Kafir elə bil iyi bilir. Elə ki insana bədbəxtlik yüz verdi, elə bil xəbər tuturlar. Dağlardan kəndə inirlər. Bəs sənin tüfəngin hanı? Olmaya barıtın islanıb. Məhəmməd kişi tüfəng də sazdı. Bir ücdan tüfənglə qıracam. Canavarın dərsinə yaxşı qiymət qoyublar. Kim qoyub qiyməti? Ovçuluq idarəsi. Orada oturanlar da elə məni aldadılar. Canavara qiymət qoyanda onun məzəndəsini artıranda canavar qudurardı. Dərd elə canavar dərd olaydı.
olub Məhəmməd kişi? Get tövləyə bax bir gör, başıma nə müsibət gəlib. Qoçu canavar tövlədə yeyib? Yox, süfrədə yeməli idi. Ay kişi, bu canavar qapısı bağlı tövləyə necə girib? Göydən, bacadan. Bəlalar daha göydən tökülür. Desant da, bomba da, canavar da oradan yağır. Yaxşı, Məhəmməd kişi, canavarı neynəyəcəksən? Turşuya qoyacağam. Deyirdim, bəlkə fikrini dəyişəydin. Ay Müseyib müəllim, heç bilməzdim ki, bu dünyada canavara da qahmar çıxan olarmış. Mən canavara qəhmər çıxmırdım. Dedim, elə belə apararam məktəbə, orada canlı güşə düzəldərəm. Kənd uşaqları canavar görməyiblər. Görüblər, mən lap yaxından göstərib deyəcəyəm ki, bu da faşist kimi bir şeydir. Bizim bu dağlarımızın heyvanlarını murdarlama görək. Yox, yol verin. Yol verin. İndi mən o canavarın başına bir güllə vururum. Yerində qalsın. Tövlədə elə nənəm də vurar. Qoçaqsan gücünü çöldəkilərə göstər. Yaxşıymış. Mən canavarımın gözünün qabağında vurub ürəyindən tikan çıxarmaq istəyirəm. Bu da mənim qabağımı kəsir. Yaxşı, neyinirsən ona? Özüm bilərəm. Sən izin ver, mən vurum. Dərisini soyub aparıb verək ovçuluq idarəsinə. Yox, Heydər, o mənim özümə gərəkdir. Onun cəzasını özüm verməliyəm. Sən adamları yığ, girək canavarı tutub salaq torbaya. Sonrası öz işimdir. Bana bak canavara. Bunun kuyruğu yoktu ki. Yok var, karnına kısıp belini de eğip. O tarafa gelir, bu tarafa gelir. Adamları görüp künce kısıldı. Ona bak, dişlerini ağardır. İte okşuyor ama hürmür. Dişlerini ağardıp mırıldayır. Ona bak, Müseyib müəllim hiç görünmür ha. Direğin dalına girip. Mehmet baba ağacı canavarın boynuna bastı. Kuduzun gözleri parıldayır. Kanları da kurdun belinden bastılar. Ona bak, Mehmet baba onun ayaklarını sarıdı. Oha, Gülgül koçu necə yaralıyır. Başı axurun yanına düşüb. Bədəni küzün yanına. Mehmet baba orada ne saktarır? Taptı. Koçun boynundan düşmüş zınqırovu götürdü. Məhəmməd əmi, indi bu çuvalı hara? Dəyirmana apara. Həbbin üstünü unlu görsə yazıq heyvan qorxar. Başım üçün bu həngamədən bir şey başa düşməmişim. Başa düşdün? Ay tövbə. İndi necə? Yox, yox. Yaman dil bilməz adammışsan. Demək istəyirsən ki, canavarın axır günləridir, çala-çala gedəcək? Biraz yaxınlaşdın. Düzdür, çala-çala gedəcək. Amma mən bu zınqırovu bağlayıb canavarın boğazına bıraxacağım başlı başına. İndi necə? Başa düşdün? Sən öləsən. Məhəmməd dayının fikrini indi başa düşmüşəm. Bayatdonan. Ay kişi, zınqırov canavar birtəhər eləyəcək ki. Bura bax, Heydər. Bəli. Əgər qurda bir güllə atsan, məndən yox ha. Özündən ki. Yaxşı. Tərpənin. Yaxşı. Çuvalı götürün, düz kəndin kənarına, yoxsa nəfəsi qaralar. Getdik. Məhəmməd əmi, məktub var.
əlimdəki məktubu döyüşdən qabaq yazmışam. Atamın çox yumşaq qəlbi var. Bir toyğun başına bıçaq çəkəndə üzünü kənara çevirərdi. O xasiyyəti mənə də keçmişdi. Mən həyatda yumşaq ürək, təmiz qəlblə yaşamaq istəmişəm. Düşmən buna imkan vermədi. Vətənə basqın eləmişdilər. Vətənə görə ölüm-dirim mübarizəsinə qalxanda ürək bərkiyib daşa dönür. Heç vaxt inanmazdım ki, adamlara güllə ataram. Səndən nə gizlədim, zabitə? İlk döyüşə girəndə həyəcanlı idim. Əllərim əsirdi. Üstümüzə gələn düşməni nə qədər nişan alırdımsa, gülləm yan keçirdi. Komandir dedi ki, gələn döyüşdə belə olmayacaq. Amma sən o döyüşü görə bilmədin, Rəşid. Düşmən təyyarəsinin atdığı bombalar səngərinizə töküldü. İndi sən yoxsan. Atan isə elə bilir, vuruşursan. Düşməndən intiqam alırsan. Yox, o intiqamı alan sənin əskər yoldaşlarındır. Sənsə səfərdəsən. Uzaq bir səfərdə. Atam qoç saxlayırdı. Biz geri qaydanda kəsmək üçün qurbanlıq saxlayırdı. Bu boyda vətənin dar günündə ona da qurbanlar lazımdı. Zabitə, səndən bir xahişim var. Oturub mənim yollarıma göz tikmə. Müharibə qutaracaq, kəndimizə igid, gözəl oğullar qaydacaq. Taleyini onlardan biri ilə bağla. Rəşid. Rəşid. Ata-analara ürək dirək ver. Qara kağızı gizlətməkdə yaxşı iş görübsən. Məhəmməd dayı atamın yanına elçiliyə gəlmişdi. İndi mən sənin nişanlınam, Rəşid. Toyumuzu da ustan ağı çalacaq. Eşidirsən? Kızım, o tərəfdən nə xəbər var? Sizə məktub var, Məhəmməd dayı, Rəşiddən. Ay səni, xoş xəbər olasan. Dədə, salam. Məktubu tələsik yazıram. Yəqin birazdan təyyarələr də bomba tökəcək. Sonra da tanklar hücuma keçəcək. Mən qorxmuram. Düşmənlə gərək üz-üzə dayana biləsən. Hamıya salam, dua, Rəşid. Bəs bizimkilər hardadır? Rəşid onlardan niyə yazmış? Onları yazmaq olmaz, hərbi sirdir. Ürəyi açıqdır. Dədəsindən gizlətməzdi. Uşaqların da adını çəkmir. Bəlkə bir-birlərindən aralanıblar. Onlardan salam yazmır. Vaxt olmayıb. Vaxt olmayıb yəqin. Bəlkə qorxub. Yox, Rəşid qorxan oğul deyil. O qədər topun, aeroplanın, tankın qabağında atasını yada salıb məktub yazan oğlan qorxmaz. Ürəklidir. Məhəmməd kişi, salam. Salam. Eşitdim qoçu canavara veribsən. Hə. Maşallah. Yaman qorxçusan. Bütün kövşəlləri sənə tapşırmışam. Qoçu öz gözünün qabağında canavar yiyir. Sənin bu sərvaxlığından heç olmaz. Səninki kövşənlərini yeməyib. Öz malını qoruya bilməyən, el malının qədrini nə bilər? Hələ deyir dünən, uşaqlar zəmidən gözünün qabağında başaq yığırmış. Mən özüm tapşırmışdım. Sənə o ixtiyarı kim verib? Bax bu ürəyim. Sənin o ürəyin nə vaxtdan sədr seçilib? O mənim öz sədrimdir. Yığdırmışdın, gətirib verəydin ambara. Uşaqlar çox işləmişdi. Yığdıqları nə idi? Bir ovuş başaq idi. Qorub tökdülər ciblərinə. Mən fonda verməyə taxıl axtarıram. Sən dağıdırsan.
Fronta taxıl lazımdır. Başa düşürsən? Taxılı o uşaqlar yığır. Onların da işləməyə gücləri olmalıdır ya yox. Fronta taxıl lazımdır. Çıxım kəndin ortasına bir dəfə papaq eləyim. Kimdə nə var gətirsin. Sən sədirsən, ağır otur, Batman gəl. Xırdalanma. Uşaqların xətrinə dəyər. Mənim yanımda danışdım, bir daha dilin alma. Ayıbdır. Bir də belə eləsən, səni qarovulçuluqdan çıxardacağım. Qaravulçuluqdan çıxanda adamlıqdan ki çıxmayacağım. Atı minib, tüfəngi götürəcəm, düşüb gövşənləri dolanacağım. Mən də sənə əmək günü yazmayacağam. Onun da eybi yoxdur. Amma Talib, igidliyin orada göstərik, burada yox. Get o odun alovun dadını gör. Bir yandan başına top gülləsi yağsın, bir yandan aeroplandan bomba dökülsün. Bir yandan da üstüne tanklar gəlsin. Bax, onda Məhəmməd kişini yada salarsan. Lazım olsa mən də gedərəm. Amma sən düz iş görməyibsən. Bu dəfə təqsirindən keçib işdən çıxarmıram. Sənə töhmət verirəm. Bu daha Müseyib müəllim də gəlir. Müseyib müəllim, Bəli. sən məndən savadlısan. Buyurun. Töhmət nədir? Töhmət? Mənim elə bugünkü günüm töhmətdir də. Niyə, nə olub ki? Salam aleyküm. Aleykümselam. Elə yorulmuşam. Vayankoma getmişdim. Axır ki komissiya saldılar. Sizdən nə gizlədim? Dedilər ki, qarnın yırtıqdır. Dedim balam, mən bu yırtıq qarnımla meşədə odun qırıram. Dəyirmana çuvalla dən aparıram. İnanmadılar. Dedim olmaz, gərək gedəm. Mən cəmaatın gözünün içinə düz baxa bilmirəm. Gedəsiyəm vəssalam. Eşitmişəm ki, Vayankomun özü də ərzə verib gedir. Müseyib müəllim, Bəli. vallahi icazə verələr. Günü bugün baxmaram, gedərəm fronta. Elə adı gözəl də gedər. Bana gedərəm. Lap o yana da keçər. Yox, sizin yaşınız keçir. Niye bala? Niye? Ne oldu? Yəni canavardan da bəd olacaqdır. Rəşidlə çiyin-çiyinə verib onların kökünü kəsərik. Kəsərik də. Sən də buradasan Səftər. Buradayım Əhəmməd əmi. Mən də gedəcəm fronta. Amma indi səni axtarırdım. Neyinirsən məni? Məhəmməd əmi, başın sağ olsun. Nə olub? Nə olub Səftər? Olmaya... Allah rəhmət eləsin. Sen ne danışırsan? Pis danışıram. Məhəmməd əminin canavarı o dünyalı oldu. Kim? Sən canavarın. Canavarın da. Mənim canavarım. Ha da, hamı elə deyir. Deyirdilər Məhəmməd kişinin canavarı filan yerdən keçdi, bəhmən yerdən hoppandı. Axır günlər naxırın yanında şöngüyüb matdım baxırdı. Qışqıranda da getmirdi. Bugün görürəm ki, gəbərib. Gəldim sənə başsağlığı verim. Sənin lənətə gəlməyəsən, yazıqsan. Ürəyim üzmüşdü. Demək, ömrünü sənə bağışladı. Hə, dərsində soymuşam. Bəs Sinqrova hanı? Məhəmməd əmi, bir ayda onun keşiyini çəkirəm. Mənə bir zınqrov da qıymayacaqsan, bağlayaram onu qafarın keçisinin boğazına, sürünü çəkər. Ver bura Sinqrovu. Neyinirsən? Bir quzu alacam. Bunu da keçirəcəm onun boynuna. Rəşid gələnə saxlayacam. Uşaqlar düşmənin ağzını ovub, anlaçıq, üzü ağ qaydan gün elin obanın şadlığında lazım olar. Siz radyo teatrında Fərman Kərimzadənin Zınqrov piyesini dinlədiniz. İştirak edirdilər Məhəmməd Rıza Şeyxsamanov, Məxluqə Sadıxova, Sadıq Hüseynov, Əminə Yusif qızı, Şahmar Ələkbərov, Rasim Balayev, Kamal Xudaverdiyev, Bahadur Əliyev, Mayat Kərimov. Tamaşanın rejissoru Ziyafət Abbasov, musiqi tərtibatçısı Mehriban Bəşirzadə, səs operatoru Fərid Axundovdur.